16 noyabr tarixində OTQ sınaq imtahanına salınmış sualların izahı ilə davam edirəm. Kanala abunə olub videolardan yararlanmağı unutmayın. Məsələdə deyilir perimetri 60 olan bir fiqur verilib bizə və ABC, ADF və CDY üçbucaqları bərabər tərəflidir. Aha, gəlin əvvəlcə bərabər tərəfli olduğunu göstərmək üçün tərəfləri adlandıraq. Məsələn, bunlar A olsun. Bura B olsun, bu da B olsun. Bu C olsun, bu da C, bu da C. Bu da B olsun. Yaxşı, indi bizə deyir ki, A, B, C, D, Y, F. Gəlin baxaq hansı fiqurdan söhbət gedir. A, B, C, Y, D, F. Bax, bu fiqurun perimetri 60-dır. Gəlin toplayaq tərəflərini. A üstə gəl A, üstə gəl C, üstə gəl C, üstə gəl B, üstə gəl B. Toplasaq 60 olacaq. Hərəsindən 2 dənədir. 2A, 2B, 2C. Bərabərdir 60. Hər tərəfi 2-yə bölərəm. A, B, C olacaq 30. Bizdən də AC parçasını istəyirlər. Yəni B üstə gəl C-ni istəyirlər. Biz görürük ki, burada B üstəgəl C həm də A-ya bərabərdir axı. Axı bu üç tərəf bir-birinə bərabər idi, düzdür? Onda burada B üstəgəl C-ni silib yerinə A yaza bilərəm. Olacaq A üstəgəl A 30. Belə çıxır ki, A 15 imiş. A 15-dirsə elə AC tərəfi də B üstəgəl C, yəni A-ya bərabər olduğundan düzgün cavab 15 olar.